Elçin Məsiyev FIFA hakiminə yaraşmayan qərar verdi. Nə vaxtdan hücum edən komandanın oyuncusu qaydanı pozur və sən davam verirsən, üstünlük prinsipi tətbiq eləyirsən. Müdafiə olunan komandanın oyuncusu qaydanı pozmuyor. Hücum edən komandanın oyuncusu qaydanı pozur və əgər epizod gol olsaydı nə olacaqdı? Növbəti skandal. Növbəti skandal. Yaxşı. Kim bunu, mən belə başa düşdüm ki, bu özü görməyib epizodu. Köməkçi ona, yaxın köməkçinin gözü qarşısında idi. O kömək eləyib. Niyə vaxtında eləmədi? Niyə vaxtında kömək eləməli ki, saxla oyunu, qayda pozuntusu var. Və yenə deyirəm, gedib qol da ola bilərdi. Elə ona da az qalmışdı. Yəni, belə hallarda, yenə deyirəm, heç vaxt hücumçu, hücum edən komandanın oyuncusu qaydanı pozursa, dərhal saxlamalısan. İndi mən bilmirəm, bu birbaşa qırmızı vərəq oldu. Biz belə gördük efirdən ki, sarı vərəqəni görmədik. Amma səhv eləmirəmsə, Xəqani müəllim, elə bu maçın sonları idi. Cərimə meydançasında nəsə qarışıqlıq oldu. VAR-dan xəbər gözləyirdi hakim. Və bu zaman Sabah hücuma keçirdi. Hücumu saxladı ki, gözləyin görək VAR-dan nə deyirlər. Halbuki oyun gedə-gedə. Oyun gedə-gedə mən oyunun saxlanmağını görməmişdim. Qayda pozuntusu yoxdursa. Mən də xatırlamıram. Bilmirəm bu oyuncu yoxsa epizodu bilmirəm bu oyuncudur yoxsa yox. Bax, amma bu turda belə bir hadisə başlayır. Şafranka burada sən nəyi izah eləməyə çalışırsan? Ayağını tapdalamısan da. Bu bir mənalı sarı vərəqədir. Birbaşa qırmızı deyil. Yox, birbaşa bilmirəm o birbaşa göstərdi yoxsa ikinci sarı ilə göstərdi, amma bu protokolda ikinci sarı vərəqədir. Epizodun qayda pozuntusunun dərəcəsi. Amma biz kadrda görürük birbaşa. Bəli, kadrda biz televiziyadan baxırdıq. Mən birbaşa qırmızı gördüm. Amma bu bir mənalı sarı. Neftçi hücumçusuna buna görə, belə hərəkətə görə 2 oyunluq cəza da veriblər. Qırmızı da veriblər. Kimə? O Kəpəz Neftçi oyundakı hərəkətdə o qarlı havada sizə deyəcək. Sambuya da buna bənzər hərəkət deyildi, topu vurur. Ötürmədən sonra tapdalamışlar. Yadıma düşdü. Doğrudur. Yəni bu Oxşamır aksın. Yox, o birbaşa qırmızı idi. Orada ciddi qayda pozuntusuydu. Yox. Bu yox. Burada tapdalamadır. Topu vurandan sonra rəqibin ayağını tapdalayır və indi onu xilas eləmək üçün nəsə qeyd edirlər. Şafranko birinci hal deyil belə hərəkət eləyir. Elə bu oyunda da buna qədər o belə bir hərəkət eləmişdi.